Salam, kanalımızın dəyərli abunəçiləri. Bugün DİM-in biologiya üzrə keçirtdiyi sınaq imtahanının suallarının sizə izahını verəcəm. Hansı mülahisələr səhvdir? Bütün xordalların xordallarda ürəyə rast gəlmir. Xeyr, xordallar tipinin nümayəndəsi olan neştərçənin ürəyi yoxdur. Deməli, bir səhvdir və mən onu götürəcəm. Xanı balığında cüt üzgəclərin sayı tək üzgəclərin sayına bərabərdir. Bəli, xanı balığında tək bir üzgəcinin sayı 2 ədəd olduğuna görə onların 4 cüt və 4 tək üzgəci var. Yəni bərabərdir. Bu doğrudur, götürmürəm. Göl qurbağasının ontogenizi zamanı əvvəlcə arxa, sonra ön ətraf sümüklər əmələ gəlir. Bu da doğrudur. Göl qurbağasının arxa ətrafı ön ətraflardan daha uzundur. Ontogenezdə əvvəlcə arxa, sonra isə ön ətraflar əmələ gəlir. Həm zolaqlı kərtənkələnin, həm də göl qurbağasının beyinciyində şırın və qırışlara rast gəlinir. Heç birinin beyinciyində şırın və qırışlar yoxdur. Biz qırışlı beyinciyə məməlilər və quşlar sinifində rast gələ bilərik. Deməli, bu yanlışdır. Məndən də səhv istədiyi üçün götürə bilərəm. Zolaqlı kərtənkələnin ön ətraf qurşağındakı sümüklərin sayı bu 6 ədəddir. Göl qurbağasında çiyin qurşağındakı sümüklərin sayından bu da 7 ədəddir. Azdır yazıb, amma çoxdur. Bir ədəd çoxdur. Daha doğrusu azdır. Aha, bəli. Zolaqlı kərtənkələ 6, göl qurbağası 7. Döş sümüyü bir vahid artıqlıq yaradır orada. Deməli, azdır dediyinə görə bu doğrudur. Götürməyəcəm. Səhv olan variantlar 1 və 4-dür. Məndən də səhvi istədiyi üçün A variantını götürəcəm. Qısa bir müddət ərzində antropogen təsir nəticəsində göldə olan bütün eukariot produsentlər məhv olmuşdur. Həmin göldə ilk növbədə hansı maddənin miqdarı azalır? Produsentlər ətraf mühitə qida zəncirinin başlanğıcında olurlar, qeyri-üzvü maddələrdən üzvü maddə hazırlayırlar və üzvü maddə yaratmaqla yanaşı ətraf mühitə oksigen də ayırırlar. Deməli, bilavasitə onların azalması oksigenin azalmasına səbəb olar. Deməli, 2-də doğru cavab A variantı olacaq. 3-cü suala baxaq. Çiçəkli bitkidir. Meyvəsi qutucuqdur, çiçəkləri 6 erkəkçiklidir. Gəlin elə variantlarla işləyək. A. Quduz otu. Quduz otunun meyvəsi buynuz meyvədir. Bu xaç çiçəklilərə aiddir və 2 ləpəli bitkidir. Xaç çiçəkli 6 erkəkçik olur və 2 ləpəlidir. Deməli, 3-ə A-nı yaza bilərəm. Petunia badımcan çiçəklərə aiddir. Qutucuq meyvəsi var. Amma 6 erkəkçikli deyil və 2 ləpəli bitkidir. Deməli, mən 2-yə B-ni yaza bilərəm. Çul xardalı saç çiçəklilərə aiddir. Quduz otu ilə eyni fəsiləyə. 6 ədəd erkəkçiyi var və 2 ləpəli bitkidir. Deməli, çul xardalını 3-ə yaza bilərəm. Sarımsaq sambaq kimlərə aiddir? Meyvəsi qutucuq meyvədir və 6 ədəd erkəkçiyi var. Deməli, sarımsağı 1-ə yaza bilərəm. Tütün badımcan çiçəklər fəsiləsidir. Qutucuq meyvədir və 2 ləpəli bitkidir. Deməli, Y-yə yaza bilərəm. 1D, 2B, 3AC. Doğru cavab B variantı. Növbəti suala baxaraq. Fərdi seçmə doğru kəsişmələri istəyir. 2 evli bitkilərə tətbiq olunur. Oluna bilməz. Niyə? Çünki fərdi seçmə bitkilərdə öz-özünə tozlanan bitkilərə tətbiq olunur. Öz-özünə tozlanan bitki isə heç vaxt 2 evli ola bilməz. Deməli, biri götürməyəcəm. Sağ xətlərin alınması ilə nəticələnir. Bəli, fərdi seçimi öz-özünə tozlanma sağ xətlərin alınmasına, fərqlərin homozigot vəziyyətə gəlməsinə və sağ xətlərin alınmasına. Ümumiyyətlə, fərdi seçməni məhz bunun üçün tətbiq edirlər ki, əlamətləri möhkəmləndirsinlər. Deməli, 2-ni götürəcəyik. 2 cinsli çiçəkləri olan bitkilərə tətbiq olunur. Bəli, gözünə tozlanmaq 2 cinsli çiçək olmalıdır ki, getsin. Resessiv mutasiyaların üzə çıxma ehtimalı azalır. Resessiv mutasiyalar homozigot vəziyyətdə daha qabarıq üzə çıxacaq. Məsələn, fərdi seçmə nəticəsində kiçiyə yarandı, homozigot vəziyyətdir və resessiv mutasiya burada üzə çıxma ehtimalı da artır. Bu isə azalır. Yazır, deməli götürməyəcəm. Burada doğru cavab 2 və 3. C variantı olacaq. 5-ci suala baxıraq. İnsanda irsi xəstəliklər hansı hüceyrələrlə nəsl ötürülür? İnsan yalnız cinsi yolla çoxala bilir və onun növbəti nəslə əlamətlərinin ötürməsi cinsi hüceyrələr, yəni qametlər vasitəsilə baş verəcək. Deməli, 5-ci sualda doğru cavab B variantı olacaq. 6-cı suala baxaq. Burada xarici mühit temperaturundan bədən temperaturunun asılı olur. Qrafiyə verilmişdir.
Bir sabit bədən temperaturu olmayanlara aiddir. Çünki mühit temperaturu artdıkça onların da temperaturu dəyişibdir. 2 və 3 isə sabit bədən temperaturlara aiddir. Quşlar və məməlilər sabit bədən temperaturlu heyvanlardır. Lakin yerdə qalan heyvanlar isə dəyişkəndir, soyuqqanlıdır və ətraf mühitdən asılıdır. Göstərilən bu şəkil 2 kameralı ürəkdir, balıqlara aiddir. Deməli, soyuqqanlı olduğu üçün və ətraf mühitdən asılı olduğu üçün temperaturu 1-ə qeyd edəcəm. Burada quşların beyni göstərir, hardan bildim, beyinciyin üzəri qırışlıdır və yarım kürələrdə tam formalaşır, dərslikdə də şəkli var. Deməli, mən beyni 2-yə və ya 3-ə yaza bilərəm. Bura A yazmalıydım, üzrünü sayın, A deyib B yazmışam. Hələlik yazıram hər ikisinə, sonra cavabların içərisindən baxaraq hansından götürüblər. C variantında sürünənin beyin göstərilmişdir. Bu da mənə 5 kameralı 5 hissədən ibarət beyni görürük və sürünənlərin beynidir. Şəkildən tanıyırıq onları. Bu soyuqqanlı olduğu üçün 1-ə götürəcəyik. Burada isə qurbağanın ürəyi, amfibilərin ürəyi götürülmüşdür. Baxın, 3 cüt buradan damar ayrılır və 3 kameralı ürəyi var və deni soyuqqanlı olduğu üçün, ətraf mühit temperaturundan asılı olduğu üçün götürürük 1-ə. Burada isə sol aorta bölgüsünə malik olan heyvan, yəni bu kimdir? Məməli heyvandır. Məməli heyvanın ürəyidir. Deməli, onu da ya 2-yə, ya da 3-ə yaza bilərik. Baxaq C variantlara. 1 ACD, 2-yə B, 3-ə Y. Baxın, burada A variantında yalnız bunu götürə bilərik. Əslində 2-yə Y, 3-ə B də yazmaq olardı, amma bu şəkildə də böyüdür. Deməli, A variantı doğru. 6-da A variantı olacaq. Götürək, keçək 7-ci suala. Buğdanın dən meyvəsində qida maddələri endospermlə üşüylə birbaşa nə vasitəsilə daxil olur? Burada birləfəllərə aiddir. Taxıl bitkisidir və ehtiyat qida maddələri birləfəllərdə yalnız endospermdə toplanır. Endospermdən ehtiyat qida maddələrinin üşüyümə ötürülməsi bir ədəd qalxan şəkilli ləpə vasitəsilə baş verir. Yəni bu bütün birləfəllərdə ləpə yarpağının funksiyası məhz bundan ibarətdir. Ona görə də 7-ci sualda D variantı doğru olacaq. 8-ci sual. Formalaşmış nüvəsi olmayan canlılar. Bu kimdir? Bu prokaryotlardır, bakteriyalardır. Parazit formaları intoksikasiyaya səbəb olan maddələr ifraz edir. Epidemiologiya bölməsində endotoksinlər, eksotoksinlər haqqında danışmışdıq. Əgər canlıdırsa, fəaliyyətdədirsə, eksotoksin, əgər məhv olubsa, sonradan bədənindən xaric olan maddələr, toksik maddələr buraxırsa, bu zaman endotoksin adlandırırdıq. Deməli, bu aiddir. Biri götürəcəyik. Hüceyrələrində membransız orqanoidə rast gəlinmir. Niyə gəlinməsin ki? Ribosoma malikdir. Ribosom da membransız orqanoiddir. Deməli, 2-ni aid etmirik. Bəzi hallarda antibiotiklərə davamlı formalar meydana çıxar. Bəli, uzun müddətli antibiotiklərdən istifadə onlarda davamlı formaların meydana çıxmasına səbəb olur və biz bunu hərəkət verici seçmə adlandırmışdıq. Seçmənin nəticəsi daha doğrusu adlandırmışdıq. Deməli, 3 doğrudur, aiddir. Bir çox halının patogenliyi epiteli hüceyrələrə daxil olmaqla əlaqədardır. Bəli, epiteli hüceyrələrinin daxilində və ya xaricində parazitlik edə bilərlər. Epidemiologiya bölməsində bu barədə danışmışdır. Bütün parazit növlərində xarici membranlı səthi strukturların tərkibi eynidir. Xeyr, məsələn, qram müsbət, qram mənfi bakteriyalar və onlarda xarici membranlı səthi strukturları bir-birindən fərqlənir. Bu barədə də epidemiologiya bölməsində dərslikdə yer alıb. Deməli, 1, 3, bir də 4. 1, 3, 4. D variantı. 8-ci sualda D variantı doğrudur. 9-cu sual. İnsanda görmə siniri gözün hansı qişasından başlanğıc götürür? Torlu qişasının. Onun çıxdığı yer necə adlanır? Kör ləkə adlanır. Baxaq cavablara. Reseptorların yerləşdiyi qişadır. Bəli, amma sarı ləkə deyil də, o çıxdığı yer. Ona görə A-nı götürmürük. İşıq şüalarını sərbəst buraxan qişadır. Deyil, bu deyil. İşıq şüalarını sinir impulslarına çevirən qişa, yəni torlu qişa, bəli. Və kör ləkə, bəli. C variantı doğrudur. Gözü ətraf mühit təsirlərindən qoruyan qişa, deyil, biz bunu ağlı qişa adlandırırıq. Göz almasını qanla təchiz edən damarlı zəngin qişa, bu da damarlı qişadır. Xeyr, bizə torlu qişa lazım idi. Hansı ki, işıq şüalarının sinir impulsları məhz burada çevrilir. Və sinirin çıxdığı yer, görmə sinirinin çıxdığı yerdə kör ləkə adlanır. Doğru cavab C variantı. 10-cu sual. 10-cu sualda biz ultra həddin kənar edildiyini,
və yeni bir formanın yarandığını görürük və buna aid olanları seçməliyik. Populyasiya üçün səciyyəvi olan əlamətin orta göstəricilərinə malik fərqlərin kənar edilməsi. Bəli, orta göstəricini kənar elədi. Yeni bir hədd yaratdı. Baxın, yeni bir forma yaratdı. Populyasiyanın fərqləri arasında böyük oxşarlığın müşahidə edilməsi. Oxşarlıqdan kənar yeni bir forma əmələ gəldi. Deməli, iki aid deyil. Xarici mühitin dəyişən şəraitində yeni əlamətlərin əmələ gəlməsi. Bəli, mühit şəraiti dəyişdi və yeni bir əlamət əmələ gəldi. Az və ya çox dərəcədə sabit şəraitdə populyasiyaların bir çox illər ərzində dəyişməz qalması. Burada dəyişməzlik stabilləşdirici seçmək olardı. Bu doğru deyil, bura aid deyil. İri sənaye rayonlarında kəpənəklərin tünd rəngli formalarının açıq rəngli formaları sıxışdırması. Bunu sənaye melanizmi adlandırmışdıq. Tərtibdə Manchester şəhərində olan nümunə üzərinə izah edir, sənaye şəhərlərinə və hərəkət verici seçməyə də aiddir. Deməli, 5-i götürəcəyik. Fırtına zamanı İngiltərədə uzun və qısa qanadlı sərçələrin məhv olması və orta qanadların salamat qalması. Orta həddi salamat saxlasaydı, heç hərəkət verici seçmə olmazdı, stabilləşdirici olardı. Deməli, burada 1, 3, bir də 5. 1, 3, 5. Burada bir düşmür. Aha, bəli, C variantı olacaq doğru cavab. 11-ci suala baxırıq. İnsanın akciğer qovurcuqlarında qazlar mübadiləsi zamanı hansı baş verməz? Oksigen diffuziya yolu ilə qan plazmasına keçəcək, karbon qazı da əvəzində diffuziya yolu ilə ağciyər qovurcuqlarına keçəcək. Bu zaman venoz qan arterial qana çevriləcək, çünki qanda oksigenin qatılığı artır və ağciyər qovurcuqlarında oksigenin qatılığı artar yox, azalar. Çünki ağciyər qovurcuqlarından oksigen hara keçir? Qana keçir. Ona görə baş verməz deyirsə, E variantını seçəcəyik. 12-ci sual qrafikdə diploid çiçəkli bitkidə spermilər rüşeym kisəsinə daxil olduqdan sonra yalnız ana bitkinin irsi əlamətlərini daşıyan hüceyrələrin sayının zamana görə dəyişməsi göstərilir. Baxaq, yalnız ana bitki, yəni spermilər daxil olub, amma qrafikdə yalnız ana bitkinin irsi xüsusiyyətlərini daşıyan hüceyrələri göstərmişik. 7 ədəd hüceyrə var idi. Nə hansılarda bunlar? 5 dənə mayalanmada iştirak etməyən hüceyrə, bir dənə mərkəzi hüceyrə, bir dənə də yumurta hüceyrə. Bəli, 7 dənə hüceyrə. Sonra sayı düşüb 6-ya. Çünki mayalanma baş verir və bir dənə hüceyrə mayalanıb. Və burada qeyd edilir ki, müntərizədə qeyd edilir ki, əvvəlcə xromosom dəstə haqlı olan hüceyrə mayalanıb. Yəni, burada yumurta hüceyrə mayalanıb və ona görə də say deməli düşüb 6-ya. Yəni dişi fərdə aid ana bitkinin irsi xüsusiyyətlərini daşıyan hüceyrələrdən birinin sayı azalıbdır. İndi baxaq, 0T1 zaman intervalı və T1 T2 zaman intervallarına aid olanları seçməliyik. Rüşeym kisəsində diploid xromosom dəstinə malik bir hüceyrə var. Diploid hüceyrəsinə malik bir hüceyrə bu mərkəzi hüceyrədir. Yerdə qalanlar digər 6 dənəsi isə olacaq haploid və bu bir ədəd olacaq 0T1 aralığında, çünki sonra 2 dənə olacaq mayalanmadan sonra. Çünki yumurta hüceyrə mayalanacaq, 2 dənə olacaq rüşeym kisəsində diploid xromosom dəsli hüceyrə. Ona görə A-nı 1-ə yaza bilərik. 0T1 aralığına hələ mayalanma getməmiş. Rüşeym kisəsində haploid xromosom dəstinə malik 8 hüceyrə var. Haploid hüceyrə, burada 7 dənə hüceyrə dişiyə aiddir, onun ana bitkiyə aiddir, onun 5-i mayalanmada iştirak eləməyən haploid hüceyrədir, biri yumurta hüceyrədir, biri isə mərkəzi hüceyrə, o haploid deyil də, o diploid. Ona görə haploid deyirsə 6 dənə dişi bitkiyə aid olan hüceyrə var və 2 dənə də spermi axı qeyd edir, bura spermilər deyir, daxil olduqdan sonra. 2 dənə də spermi, hər biri haploid olduğu üçün 8 dənə haploid hüceyrə olacaq, elə 0T1 aralığında hələ mayalanma getməmiş. C-də yazır zigot əmələ gəlir. Bunu T1, T2 aralığına yazacaq. Çünki 7-dən say niyə 6-ya düşdü? Çünki hüceyrənin biri, yumurta hüceyrə mayalandı, dişiyə aid hüceyrələrin sayı bir vahid azaldı. Deməli, C-ni yazacağıq 2-yə. Rüşeym kisəsində diploid xromosom dəstinə malik 2 hüceyrə var. Aha, rüşeym kisəsində artıq 2 dənə diploid hüceyrə varsa, bunun biri mərkəzi hüceyrə ana bitkiyə aiddir, o biri də mayalanma nəticəsində yaranan zigotdur. Deməli, bu da mayalanmadan sonra, yəni artıq görürsünüz T1, T2 aralığında yumurta hüceyrə mayalanıb. Say 7-dən 6-ya düşüb dişiyə aid hüceyrələrin sayı. Deməli, bunu da yenə yazacağıq hara? T1, T2 aralığına.
Aha. Y variantında yazır. Hüceyrə hissəsində həm ata, həm də ana bitkinin irsi əlamətlərini daşıyan bir hüceyrə var. Həm ata, həm də ana bitkinin irsi xüsusiyyətini daşıyan hüceyrə ziqot olacaq. Çünki artıq mayalanma getdi və yumurta hüceyrə mayalandı. Bu da T1, T2 aralığındadır. Yenə də bunu yazacağıq 2-yə. 1AB, 2CD, Y. 1AB, 2CD, Y. Bu hansı variantdır? A variantıdır. Bəli. Keçirik neçənci suala? 13-cü suala. 13-cü sualda bu şəkil qəşəng düşməyib. PDF olduğuna görə burada bir deməli ələyə bənzər boruları göstərir, bir də silem borularını göstərir. Yəni adi su və mineral maddələri daşıyan boruları göstərir və onlar üçün ümumi olanı deyir. Liflər əmələ gətirir. Liflər boruların ətrafında əmələ gəlir. Amma bu o demək deyil ki, bunu borular əmələ gətirir. Deməli, A heç birinə aid deyil. Floemada mövcuddurlar. Floemada mövcud olan floem borularıdır, yəni ələyə bənzər borulardır. Ona görə bu da ümumi olmadı. Hüceyrələri ölüdür, silem borularına, su borularına aiddir. Ona görə bu da ortaq olmadı. Yarpaqların damarlarına daxildir. Bəli, yarpaq damarlarına biz borulu lifli damar dəstləri deyirik. Çünki orada həm ksilem, həm floem boruları, həm də mexaniki liflərə rast gəlirik. Deməlidir, hər ikisi üçün oxşardır, ortaqdır. Hüceyrələri canlıdır. Bu da floem borularına aiddir. Çünki ksilem boruları ölü hüceyrələrdən ibarətdir. 14-cü sual. Qaraciyər sorucusu. Qaraciyər sorucusunun əsas sahibi maddə boşluğuna malik olur. Qaraciyər sorusunun əsas sahibi insan və ya qaramaldır. Və onlar da maddə boşluğuna malik deyirlər. Deməli, biri götürməyəcəyik. Aralıq sahibinin bədəninə daxil olan sürfə bilavasitə əsas sahibinin bədənində əmələ gəlir. Aralıq sahibinin bədəninə, bunun aralıq sahibi kiçik bölməcik bizidir və onun bədəninə kirpikli sürfə daxil olur və o da suda əmələ gəlir. Yəni, əsas sahibin bədənində yox, suda əmələ gəlir. Deməli, doğru kəsişmə deyirsə, 2-ni də götürməyəcəyik. Əsas sahibi ikinci siqnal sisteminə malik ola bilər. Əsas sahibi insan və ya qaramaldır. Deməli, insan olarsa əgər, bu zaman ikinci siqnal sisteminə, yəni nitqə malik ola bilər. Yəni, 3-ü götürəcəyik. Əsas sahibinin bədəninə daxil olduğu inkişaf mərhələsi, o hansı inkişaf mərhələsidir? Sista. Aralıq sahibinin bədənindən kənarda. Bəli, su da əmələ gəlir. Deməli, 4-ü də götürə bilərik. 3 və 4 burada doğrudur. Hanı burada 3 və 4. 3 və 4 yəqin ki, Y variantındadır. Bəli, götürdük Y variantını. 15-ci sual. Yaşıl quş malının inkişafının hansı mərhələsində diploid xromosom dəstinə malik hüceyrələr ola bilər? Aha, baxaq bura. Yetkin fərdi haploiddir. Qametləri haploiddir. Ziqot mayalanmadan yaranır, diploiddir. Qutucuq, uzun ayaqcığa malik qutucuq ziqotun mitoz yolla bölünməsi nəticəsində yaranır, diploiddir, sporofit nəslidir, 2N-dir. Sporlar meyoz nəticəsində yaranır, haploiddir. Protonemada spordan əmələ gəlir, yenə də haploiddir. Deməli, burada diploid xromosom dəstinə malik hüceyrələr, ziqot və qutucuq 3 və 4. Doğru cavab C variantı. Baxaq 16-cı suala. Döş qəfəsi 31, 37 və 40 sümükdən ibarət 3 müxtəlif məməli heyvanda cəmi neçə qabırğa olar? Ümumiyyətlə, döş qəfəsində verilən sümüklərin biri olur döş sümüyü, yerdə qalanları isə döş fəqərələri və qabırğalardır. Onların da 3-dən biri döş fəqərəsidir, 3-dən ikisi isə qabırğadır. Çünki bir fəqərəyə 2 qabırğa birləşir. İndi 31 dənə sümük varsa döş qəfəsində, onun biri döş sümüyüdür. Çıxdım, qaldı 30-u. 30-un 3-dən ikisi qabırğadır. Yəni 20-si. 37-dən birini çıxdım, elədi 36. Onun 3-dən ikisi qabırğadır. Bu da eləyir. Deməli, 12, 24. 40. 40-dan da yenə birini çıxdım, qaldı neçə? 39. 39-un 3-dən ikisini tapmalıyam. 13, vur 2. Neçə eləyir? 26. Cəmləyək 10, 70.
Doğru cavab Y variantı 16-cı sualdır. 17-ci suala baxaq. Cədvəldə insanın müvafiq vəzlərinin funksiyaları verilmişdir. Qrafikdə T anından sonraki dəyişmələrə səbəb olan hormonların düzgün göstərildiyi sıranı müəyyən eləyin və bəzilərin funksiyaları verilir. Bu funksiyaları zaten biz dərslərimizdən də bilirik, daha oxumuram. Deməli, T anından sonra baxıram. Birinci şəkildə D anından sonra qanda kalsiumun miqdarı artmışdır. Aha, qanda kalsiumun miqdarı nə zaman artır? O zaman ki, sümüklərdən qana keçir. Bu isə parat hormonun qalxana bənzər ətraf vəzinin funksiyasının artması nəticəsində baş verir. İkinci, deməli, burada müvafiq hormon olacaq parat hormon. 2-yə baxıram. Qanda qlukozanın miqdarı T zamanından sonra, baxın T-dən sonra azalır. Azaldan hansı hormondur? Bu, mədə-altı vəzinin hormonu olan insulin hormonudur. Deməli, 2-də olmalıdır insulin. Baxıram 3-cü şəklə. Qaraciyərdə glikogenin miqdarı neyniyib? T anından sonra azalır. Bunu da hansı hormon eləyir? Glikogon hormonu. Hansı ki, glikogon hormonu da, insulin hormonu da mədə-altı vəzinin hormonlarıdır. Və insulin qanda glikogeni şəkərə, glukozaya çevirir. Qanda şəkəri, daha doğrusu glikogon glikogeni glukozanı glikogenə çevirir və qaraciyərdə depoluyur. Yəni insulinin əksinə fəaliyyət göstərir. İnsulin isə əksində qanda olan glukozanı glikogenə çevirərək qaraciyərdə depoluyur. Yəni bunlar bir-birinə əks istiqamətdə antagonist iş prinsipi ilə işləyirlər. Deməli, burada olmalıdır parat hormon, insulin və glikogon hormonları. Doğru cavab C variantı olacaq. 18-ci sual. Xaçlı hörümçəklə tələm kəpənəyini Euler-Venn diaqramında müqayisə edirik. Aha, baxaq. Birinci dərəcəli konsumentdir. Nə deməkdir birinci dərəcəli konsument? Yəni bitki ilə qidalanır. Bu da kim olacaq? Kələm kəpənəyi olacaq. Biri yazdım bura. Kitab şəkilli ağciyərlər biz hörümçəklərdə rast gəlirik. Deməli, 2-ni də yazacağım bura. Düzünə inkişaf etmə, bu da yenə xaçlı hörümçəyə aiddir. İnkişafın tam çevrilməsi ilə, bəli, dolayı inkişaf kələm kəpənəyində tam çevrilmə iləndir. Çünki pup mərhələsi var. İfrazat sistemi həzm sistemi ilə əlaqəlidir. Bu malpighi boruları olan canlılarda və klokası olan canlılarda baş verir. Xaçlı hörümçəkdə də kələm kəpənəyində də malpighi boruları var. Deməli, 5-i ortaq cəhət kimi yaza bilərik. Boru şəkilli ürək hər ikisində var. Hörümçəyin boru şəkilli ürəyi bir kameralı, kələm kəpənəyinin boru şəkilli ürəyi çox kameralıdır. Deməli, altını da oxşar cəhət kimi götürə bilərəm. Deməli, 1-ə aid oldu 2, 3, 2-yə aid oldu 1, 4, 3-ə ortaq cəhət aid oldu 5, 6. Burada da o D variantında göstərilmişdir. 19-cu sual. F ilə işarələnmiş dişi homogametliyə malik 2 evli bitkinin endosperm hüceyrəsindəki cinsiyyət xromosomları XXX-dirsə, bu bitkinin toxumundan əmələ gələn bitki hansı ola bilər? Demək, əgər bitki homogametdirsə, baxın 2 evlidir. Yəni, erkək fərqlər, çiçəklər ayrı bitkinin üzərindədir. Bu isə dişi bitkidir, üzərində dişicikli çiçəklərdir və dişiləri homogametdir. Yəni, XX cinsiyyət xromosomuna malikdirlər. Endosperm necə əmələ gəlir? Endosperm dişinin mərkəzi hüceyrəsi, bu XX olacaq. Erkəkdən nə gələcək? Ya X gələ bilər, çünki erkək heterogametdir, ya Y əmələ gələ bilər. Amma burada X gəlib, çünki qeyd edir ki, XXX-dir. Deməli, burada XX şeyimdə sperm əgər X daşıyırsa, deməli, yumurta hüceyrəni də X mayalayacaq və XX rüşeymə malik bitki əmələ gələcək. Bu da necə bitkidir? Dişi bitkidir. Dişi bitki əgər 2 evlidirsə, bir bitkinin üzərində yalnız dişicikli çiçəkləri görəcəyik. Bu da burada 4-cü şəkildə göstərilmişdir. Doğru cavab Y variantı. 20-ci suala baxaq. Aha, 20-ci sualda nə deyir? Burada DNT-dən DNT sintezi X-la bu nədir? Reduplikasiya və ya replikasiya. DNT-nin ikiləşməsi. DNT-dən məlumat rentə sintezi bu nədir?
transkripsiya adlanır və məlumat RNT-dən zülal sintezi. Bu hansı prosesdir? Translyasiya adlanır. Sxemə əsasən bu proseslər üçün hansı ifadə yanlışdır? Yanlışı istəyir məndən. Bax, X-də baş verən dəyişikliklər DNT-dən DNT sintez olunursa, təbii ki, mutasiyalar baş verə bilər. Deməli, A doğrudur. Sonra burada başqa X-lə əlaqəli bir şey varmı? Yoxdur. Keçirəm Y-ə. Y-də deyir ki, DNT-dən məlumat RNT sintez olunubdur. DNT-dən məlumat RNT sintez olunursa, həm DNT iştirak eləyir burada, həm RNT iştirak eləyir. Yəni, 2 növ nuklein turşusu iştirak eləyir. 2 növ nuklein turşusunda 5 növ azotlu əsas, 8 növ nukleotid olar. Ona görə burada Y variantı da doğrudur. Sonra baxaq Z-ə. Məlumat RNT-dən zülal sintezi olunubdur. Z-də nə yazır? Z-də peptid rabitə sayı artır. Bəli, çünki zülal sintezi nə deməkdir? Zülal sintezi amin turşuların peptid rabitələr vasitəsilə bir-birinə birləşməsidir. Deməli, peptid rabitələrin sayı artacaq. Deməli, bu da doğrudur. Qaldı C və D variantları. Hər üç prosesdə biopolimer əmələ gəlir. Bu da doğru olacaq. Niyə? Çünki DNT-dən DNT sintezi gedir. Bu DNT nədir? DNT polinukleotiddir, polimer maddədir. RNT də polinukleotiddir. Yəni, bunlar nuklein turşuları polinukleotidlər, polimer maddələrdirlər. Zülal burada Z-də sintez olunub. Zülal nədir? Zülal da polipeptiddir. Yəni, yenə polimer maddədir. İndi D-yə baxaq. Hər üç prosesdə dezoksiribozanın miqdarında azalma müşahidə olunur. Dezoksiriboza DNT-nin şəkəridir, pentozasıdır. Bu da hansı prosesdə şəkərin miqdarı azalıbdır ki, heç birində? Ona görə niyə yanlış olsun ki, yəni niyə doğru olsun ki bu variant? Yəni D variantı yanlışdır. 21-ci suala baxırıq. Burada 10-cu sinif dərsliyindəki şəkildir. Gördüyünüz kimi X orqanın A prosesi nədir? Ödün yağları parçalamasıdır. Bu fiziki və ya mexaniki əzm adlanır və lipazanın da yenə emulsiya halında olan bu maddəni parçalamasıdır. Bu artıq kimyəvi həzmdir. Və X orqanı öd hazırlayırsa, deməli söhbət qaraciyərdən gedir. Lipazanı hazırlayan isə Y orqanıdır. Deməli, bu da mədə-altı vəzidir. Bizdən nə istəyir? Doğrunu istəyir. Oxuyaq. Nə yazılıb bura? A prosesi ödün təsiri ilə yağın kimyəvi parçalanmasıdır. A prosesi ödün təsiri ilə parçalanmadır, amma öd yağları kimyəvi həzmə uğratılır. Çünki onun tərkibində ferment yoxdur. Bu mexaniki parçalanma və ya fiziki həzm prosesidir. Deməli, bir doğru deyil, biri götürmürəm. Hər iki proses həzm kanalının eyni şöbəsində gedir. Bunu götürə bilərəm. Niyə götürə bilərəm? Çünki qaraciyərin axacağı da açılır, demək 12 barmaq bağırsağa və həmçinin mədə-altı vəznində axacağı və hər ikisi bu prosesi eyni yerdə həzm kanalının eyni şöbəsində apara bilər. Deməli, 2 doğrudur. 3-ə baxaq. X və Y axacaqlara malik vəzlərdir. X qaraciyərdir. Qaraciyərin axacağı var. Ən böyük xarici sekresiya vəzsidir və axacaqları da dedik 12 barmaq bağırsağa açılır. Y mədə-altı vəzidir. Qarışıq sekresiya vəzsidir. Onun da axacağı var. Çünki fermentlər hazırlayır və həzm fermentləri axacağı vasitəsilə 12 barmaq bağırsağa açılır. Deməli, burada 3 də doğrudur. B prosesi A prosesindən fərqli olaraq həzm kanalının bütün şöbələrində, həzm kanalımızın bütün şöbələrində yağların həzmi getmir. Bu yanlışdır. A prosesi X orqanında, B prosesi isə Y orqanında gedir. A prosesi fərq yoxdur. Bu proseslərin ikisi də onların deməli bu maddələri ifraz edən orqanlarda getmir. A prosesi 12 barmaq bağırsaqda gedir. B prosesi yenə 12 barmaq bağırsaqda gedir. Yəni, ödü hazırlayır qaraciyər, amma proses qaraciyərdə getmir axı. Və yaxud da lipazanı hazırlayır mədə-altı vəzi, amma proses mədə-altı vəzidə getmir axı. Hər iki proses gedir nazik bağırsağın
İlk şöbəsində. Buna görə də 5 doğru deyil. Deməli, burada 2 və 3 doğrudur. Doğru cavab B variantı olacaq. 22-ci sual. İnsan skeletində dik gəzməklə əlaqədar deyil. Aşağı ətrafın qurşağının enli olması bu əlaqədardır. Döş qəfəsi yanlara doğru genişlənir. Onurğa S vari əyrilir və ayaq altında ayaq tağı əmələ gəlir. Bunlar hamısı dik gəzməklə əlaqədar yaranan antropomorfozlardır. Yəni anatomik və morfoloji dəyişikliklərdir. Lakin kəllənin beyin şöbəsinin böyük olması bu sinir sisteminin daş beynin inkişafı ilə əlaqədardır. Dik yerişlə yox. Ona görə doğru cavab Y variantı olacaq. 23-cü sual. Sağlam qadın orqanizmində 28 günlük aybaşı siklini nəzərə alaraq CA bölünsün A çıxılsın B ifadəsini hesablayan hamiləlik baş verməyib. A bir sikldə sarı cisim fazasının müddətidir və biz bilirik ki, sarı cisim fazasının müddəti 14 gündür. Yazdım bura. Ovulyasiyanın baş verdiyi gündə 14-cü günüdür ovulyasiyanın. Qadın ontogenezində yetişə bilən minimum yumurta hüceyrələrinin sayı biz bilirik ki, hər bir qız uşağı doğulanda hər yumurtalığında 400 min yumurta hüceyrə ilə yetişməmiş yumurta hüceyrə ilə doğulur. Lakin ontogenezi müddətində yalnız 350 və 500-ü yetişə bilər. Minimum dediyi üçün 350 ilə hesablayacağıq. C 350-dir. Bölürəm A-ya 14-ə, çıxıram 14-ü. O da eləyir doğru cavab 11. Burada doğru cavab 11 olacaq. 24-cü sual. Paleozoy erasının Perm dövründə uçan onurğalılar yaranıb Yura dövründə. Deməli, biri götürməyəcəm. Yırtıcı dişli sürünənlər yaranıb Permdə, ikini götürəcəm. Trilobitlərin nəsli kəsilib Perm dövründə, deməli, üçü də götürəcəm. Trilobitlər geniş yayılmışdı Kembridə, nəsli kəsilmişdi Permdə. Hörümçəklər meydana çıxdı daş kömür dövründə. Bunu götürməyəcəm. Bunu götürməyəcəm. Bir dəqiqə, üstəgəlləri düzgün qoyun. Bunu da götürməyəcəm. Aha. Düşən kökçüyü əmələ gətirən generativ orqan, yəni toxum meydana çıxdı. Toxum ilk dəfə meydana çıxdı Devon dövründə. Deməli, bunu da götürməyəcəm. Daş kömür meşələri yox olur. Daş kömür meşələri yox olur Permdə. Permdə. Daş kömürdən sonra. Belə yadımızda saxlayırıq. 2, 3, 6. Cavab 2, 3 və 6. 25-ci sual. Burada nəyi görürük şəkildə? Xloroplastın şəklini görürük. Tərkibində kristlər varmı? Xeyr, mitoxondrinin tərkibində kristlər olur. Monosaxaridlərin sintezində iştirak edirmi? Bəli, glukoza sintezində iştirak edir. Deməli, 2-ni götürəcəm. Tərkibində zolal sintez olunurmu? Özünün ribosomu var, DNT-si var, RNT-si var. Zolal sintezini həyata keçirir. Prokaryotlarda və eukaryotlarda rast gəlir. Xeyr, prokaryotların membranlar orqanoidləri yoxdur. 4-ü götürə bilmərəm. Hüceyrə tənəffüsündə iştirak edən mitoxondridir. Düzdür, bu ATF sintez edir, amma o hüceyrə üçün onu eləmir də, onu özü üçün istifadə eləyəcəkdir. Hüceyrə tənəffüsündə iştirak eləyən orqanoid mitoxondridir. Bölünmə yolu ilə çoxala bilir. Bəli, DNT-yə malik olan orqanoidlər bölünmə yolu ilə çoxala bilirlər. Deməli, 6-nı da götürəcəm. 26-cı sual. Doğru ifadələri seçin. X-də amöbü görürəm, Y-də yaşıl evqliyananı, Z-də də nəyi görürəm? İnfuzor tərliyi görürəm. Yuxu xəstəliyinin törədicisi kimdir? Tripanosom. Tripanosom Y orqanizmi ilə eyni sinfə aiddir. Bəli, qamçılılar sinfinə aiddir. Deməli, bir doğrudur. Leishmaniya Z orqanizmi ilə eyni sinfə aiddir. Leishmaniya qamçılılar sinfinə aiddir. Z isə bu kirpikli infuzorlar sinfidir. Deməli, 2-ni götürə bilmərəm. Toksoplazma sporlar tipinin koksidlər sinfinə aiddir. X və Y orqanizmi ilə eyni tipin nümayəndəsidir. Xeyr, burada X və Y sarkomastikaforlar tipinə, toksoplazma isə sporlar tipinə aiddir. Deməli, 3-ü də götürə bilmərəm. X, Y və Z orqanizmləri 3 müxtəlif tipin nümayəndəsidir. Baxaq, bunlar ikisi eynidir. Sarkomastikaforlar tipi, bu isə infuzorlar tipi. Yəni 3 müxtəlif yox, 2 müxtəlif tipin nümayəndəsidir. 4-ü də götürə bilmərəm. X və Y orqanizmləri 2 müxtəlif sinfin nümayəndəsidir. Baxaq, sarkodinlər sinfi, qamçılılar sinfi. Bəli. Deməli, burada doğru cavab 1 və 5. 27. X-ın müasir nümayəndələrinin döş qəfəsinin 40 sümükdən ibarət olduğunu bilərək
Parapitiklərdən driopitiklər, hipon və oranqutanlar başlanğıc götürür. Oranqutanın insan qədər, yəni 37 sümüyü var. Onda belə çıxır ki, Y oranqutandır. Yazdım bura. X-a nə qalır? Hipon. X-a da yazdım bura hipon. Sxema istəsən uyğunluğu. Bir də baxaq set nədir? Driopitik başlanğıc verir Australopitika, gorillaya, bir də şimpanzaya. Yazdım. İndi baxaq. Psikantrop. Psikantrop bu artıq insandır. Yəni o burada isə biz meymunları, psikləri görürük. Deməli, A-nı mən heç birinə aid edə bilmərəm. Hipon X-dir. Bəli, yazdım X-a B. Oranqutanı yazdım hara? Y-ə. Deməli, Y-in qarşısına C yaza bilərəm. Şimpanzeni Z-ə yazmışam, bəli, qeyd eləyirəm. Bacarıqlı insan Avstralopitekdən başlanğıc götürüb, bura heç biri aid deyil. Deməli, 1 B, 2 C, 3 D. Bəli. Keçək, situasiya gəldi artıq. Pasiyent həzm sistemi orqanlarının müayinəsi üçün həkimə müraciət edir. Həkim ilk olaraq tibb bacısından onun ağız suyunu sınaq şüşəsinə yığmasını istəyir. Pasiyentə televizorda səssiz qida reklamı göstərir. Ağız suyu yığıldıqdan sonra ağ sınaq şüşəsinə əvvəlcə müəyyən miqdarda nişasta, müvafiq temperaturda saxlanıldıqdan sonra isə yod məhlulu əlavə edir. Bu təcrübə nəticəsində həkim ağız suyunun tədqiq olunan fermentlərinin öz funksiyalarını lazımi səviyyədə yerinə yetirdiyini müəyyən edir. B sınaq şüşəsində isə lizosimin aktivliyi tədqiq edilir. Həkim qeyd edir ki, lizosimin aktivliyi normaldır. Nəyə əsasən həkim A sınaq şüşəsi ilə bağlı nəticəyə gəldi? Cavabınızı əsaslandırın. Baxaq, A sınaq şüşəsində deməli ağız suyunu yığandan sonra nişasta töküb, sonra da müəyyən temperaturdan sonra yod məhlulu əlavə eləyibdir. Deməli, bunu nə üçün eləyir? Yod nişastanın təyin edicisidir. Əgər yodun təsirindən məhlul göyərdisə, deməli, burada nişastanın parçalanması getməyib. Amma burada qeyd eləyir ki, deməli, ferment funksiyasını lazımi səviyyədə yerinə yetirir. Deməli, onda belə çıxır ki, yodun təsirindən məhlulun rəngi dəyişməyibdir. Yəni, göyərmə baş verməyibdir. Artıq bu onu göstərir ki, nişasta parçalanır, ağız suyu fermentlərinin təsirindən karbohidratlar bilirik ki, parçalanır. Deməli, bu cür yazmaq olar, bu cür əsaslandırmaq olar. 29. Həkim tərəfindən B sınaq şüşəsində tədqiq edilən maddə B sınaq şüşəsində də lizosimdir. Hansı üzvü birləşmələrə aiddir? Zülallara aiddir. Bu üzvü birləşmələr insan hüceyrəsinin hansı 3 müxtəlif orqanoidində sintez olunur? Ribosomlarda sintez olunur. Sonra dənəvər endoplazmatik şəbəkənin membranlarında sintez oluna bilər. Mitoxondriyada da zülal biosintezi gedə bilər. Və 30-cu suala baxaq, nə deyir? Pasiyentə televizorda reklam nə məqsədlə göstərilmişdir? Yəni, reklam göstərildi ki, burada görürsünüz, deyir ki, reklamda nə göstərilir? Qida reklamıdır. Yəni, onda şərti ağız suyu ifrazı baş versin də, ona görə bu ağız suyu əldə eləmək üçün bunu göstərmişdilər. Onda reflekslərin hansı qrupu müşahidə olundu? Şərti refleksdir bu. Yəni, qidanı görməklə, hələ qida ağzında yoxdur, ağız suyu ifraz olunursa, bu şərti refleksdir. Pasiyentin müayinə olunan orqanlar sisteminin fəaliyyətini tənzimləyən baş beyin şöbəsinin adını şəkildə hansı rəqəmlər göstərildiyini müəyyən edin. Bu uzunsov beyindir və uzunsov beyində burada hansı rəqəmlər göstərilir? Burada şəkildə düşməyib, amma orijinalda 4 rəqəmi ilə göstərilmişdir. Belə, diqqətiniz üçün təşəkkür ederim.